Salam. Ayın 9-da keçirilmiş 11-ci siniflər üçün buraxılış imtahanında Azərbaycan dili fənni üzrə tətbiq olunan test tapşırıqlarında bəzi yol verilən səhvlərlə əlaqədar izahlara başlayırıq. Birinci izahımız 31 nömrəli testlə bağlı olacaq. Tərz hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunəni müəyyən edin. Açar sözümüz tərz hərəkət zərfi. Zərf, bura diqqətli olmaq lazımdır, zərflik yox zərfinin. Təsriflənməyən feilə aid olmalıdır. Birinci nümunədə tamamilə zərfdir, amma tərz hərəkət zərfi deyil. Ona görə bir kənarlaşır, bir səhvdir və bir olan variantları atırıq D və E. 2-də belə danışmağın heç bir əsası yoxdur. Burada zərf yoxdur, burada belə əvəzlikdir və zərfi əvəz edib. Amma bu zərf olmaq demək deyil. Ona görə 2-də səhvdir və 2 olan variantlar kənarlaşdıracaq B və A variantını. Yeganə seçimimiz qalır C variantı. C-də 4, deməli 5, 6. 4-də çiyin-çiyinə döyüşdüyü, çiyin-çiyinə zərfdir və döyüşdüyü feil sifətinə aiddir. 5-də iftixarla danışan, deməli zərfdir, iftixarla danışan feil sifətinə aiddir. 6-da isə dil ucu təşəkkür edib, dil ucu zərfi təşəkkür edib feili bağlama aiddir. Və gördüyümüz kimi cavab burada səhv götürülüb, yəni seçim olaraq A variantını seçiblər. Bu səhv nədən yaranıb? Buna diqqətli olaq. Deməli, 2-ni cavab kimi götürüblər. Bu o demək ki, belə zərf kimi qavranılıb və bu xarakterik səhvdir. Belə 2 halda deməli səhv kimi götürülə bilər. Birincisi o deməli zərflik anlamında başa düşülüb. Deməli, burada zərf və zərflik məqamı qarışdırılıb. İkinci isə belə zərfi əvəz etməsi onun zərf olması kimi qavranılıb və hər iki halda artıq səhvə yol verilib. Eyni zamanda burada 3-də səhvdir, çünki 3-də deməli gülə-gülə burada feili bağlama zərf kimi qavranılıb və bu da yenə xarakterik səhvdir. Yəni əgər hərəkət varsa necə sualına cavab verin, təkrar olunan sözlər ərəklə əvəzlənirsə, artıq o feili bağlama olur. Və burada da deyəcək ki, gülərək salamlaşıb içəri keçdi. Deməli, 3 feili bağlamadır deyə artıq 3-ü götürmək olmazdı. Və bu xarakterik səhvlər nəzərə alınmadığı üçün artıq cavab tez səhv cavablandırılıb. Düzgün cavab isə C variantıdır.